Salam dəyərli YouTube kanalı izləyicilərim. Hörmətli müəllimlər və müəllim olmağa hazırlaşanlar. Hər birinizi xoş gördük. Zəka ateliyəsində çox maraqlı mövzularla dərslərimiz davam edir. Əziz izləyicilərim, bu gün də sizə olduqca maraqlı bir mövzu ilə gəlmişəm. Bu günlərim sizə əsasən geyim dizaynında iki əsas anlayış olan selülit və proporsiya haqqında danışacağam. Ümumiyyətlə, bu anlayışlar haqqında biz əvvəlki dərslərimizdə də sizlərlə kifayət qədər məlumatlanmışıq. Amma yadınızdadırsa, mən sizə selüliti keçəndə dedim ki, müəllimlər, selülitin növləri var və bu hər bir geyimin formalaşmasında xüsusi əhəmiyyət kəşf edir. Biz növbəti dərslərimizdə bunlar haqqında ətraflı məlumat əldə edəcəyik. Bugün isə həmin o selülitin növlərindən danışacağıq. Bəs gəlin görək, selülit nədir və hansı növləri var? Proporsiyanın əsas anlayışları hansılardır? Dəyərli müəllimlər, xüsusi olaraq qeyd edeyim ki, biz bilirik ki, selülit nədir? Selülit həcmli formanı müstəviyə proyeksiya etdikdə alınan təsvirdir. Yəni o bir fiqurun frontal görünüşüdür. Yəni bura aiddir həm fiqurun arxa və ön plandan görünüşü, həm də yan tərəfdən olan görünüşü. Və selülitin növləri vardır ki, onlar da daxildir. Düz selülit, trapez selülit, yapışan selülit, yar yapışan selülit və oval selülit. Bəs gəlin görək bu selülit formaları özündə nəyə ehtiva edir? Deməli, dəyərli müəllimlər, düz selülit deyəndə bura daxildir forması düzbucaqlı və kvadrat bir forma. Bel vurğulanmır ümumiyyətlə, sərbəst bir formadadır. Demək olar ki, bütün fiqur növlərinə də münasib bir fiqurdur. Yəni, istənilən bədən fiqurunda insanlar həmin selülit formasından istifadə edə bilər. Digər bir selülit forması isə trapez selülitdir. Burada isə trapez selülitə həm də A formasına bənzədirlər. Bel xətti yenə vurğulanmır, ətək hissə genişlənir və yuxarı hissədən dar gəlir, aşağı hissədən genişlənməyə başlayır. Elə ona görə də onu A formasına bənzədirlər. Daha çox dolu bədən və alçaq boy insanlar üçün ideal bir seçimdir. Digər bir selülit forması yapışan selülitdir. Yapışan selülit adından da bəlli olduğu kimi sıx bir formanı özündə ehtiva edir. Yəni bədəni sıx əhatə edir. Burada iki formaya diqqət yetirmək lazımdır. Çünki yapışan selülit həm X selülitinə bölünür, həm də qum saat selülitinə. Deməli, X selülitində incə bel, geniş çiyin və ətək nəzərdə tutulur. Yəni X formasını gözümüzdə canlandırırıq. Qum saatı selülitində isə vizual olaraq qadın fiqurunun cazibəsi önə çıxmış olur. Yəni qum saatın hamı görüb də, qum saat yuxarı hissədən bədənə kiyib, aşağı hissədən bədənə kiyib vurğulanmış, beli isə həddindən artıq incə bir formadadır. Və digər bir selülit növümüz isə yarı yapışan selülitdir. Adından da bəlli olduğu kimi bədəni təkrar eləyir, lakin tam oturmur. Bel xətti görünür və çox yönümlü istifadəyə malikdir. Yəni istənilən fiqur sahibləri bundan istifadə edə bilər. Ən sonda isə oval selülit var. Oval selülit də bel və bud nahiyəsi geniş, aşağı hissəsi dar olan bir modeldir. Adətən çiyinlər genişləndirilmiş bir formada olur. Bu selülit alçaq boylu xanımlara tövsiyə olunmur ümumiyyətlə. Yaxşı olar ki, qamətli insanlar daha yaxşı yaraşar. Yəni o qamətli insanlar bundan istifadə eləsinlər. Bir də vardır ki, selülitin modifikasiya olunmuş bir forması. Burada isə eyni ilə selülitin uzaldılması və qısaldılması nəzərdə tutulur. Yəni selülit zamanla dəyişə bilir. Məsələn, onu uzatmaq geyimə dinamiklik qatır. Qısaltmaq isə formaya statiklik verir ki, bu da modifikasiyada istifadə olunan materiala dəb, tələblərinə və fiqur növlərinə xüsusi gözəllik verir. Yəni formasının darlaşdırılması, uzunlaşdırılması və qısaldılması. Ondan sonra bir də gəlir proporsiya. Bəs gəlin görək proporsiya özü nədir? Ümumiyyətlə, proporsiya geyimin hissələri ilə bütöv arasında harmonik nisbəti nəzərdə saxlayır. Ümumiyyətlə, geyimlərə balans, gözəllik, estetik uyğunluq qazandırır bir növ. Proporsiyalarında özünün növləri var. 3 proporsiya növü əsas verilmişdir. Deməli, bura daxildir hesabat proporsiyası, rasional proporsiya və irrasional və həndəsi ikisi bərabər gedir. Deməli, hesab proporsiyasında tam ədədlərlə müəyyənləşdirilir. Məsələn, 2-nin 1-ə nisbəti olaraq.
Rasional proporsiyada modullara əsaslanır, geyimin bölgüləri tətbiq olunur. İrrasional və həndəsi proporsiyada isə adından da bəlli olduğu kimi burada həndəsi varsa, burada qızıl kəsik prinsipindən istifadə olunur ən çox. Bəs gəlin görək qızıl kəsik nədir? Qızıl kəsik daha çox təbiətdə, sənətdə, dizaynda gözəlliyin və harmoniyanın riyazi formasıdır. Yəni burada ancaq rəqəmlər oynayır. Rəqəmlər əsas yəni prinsip olaraq qəbul olunmuşdur. Yəni qarışıq rəqəmlərin prinsipindən yaranmış bir formadır. Geyimin dizaynında bu prinsip tətbiq etmək estetik və ahəngdar görüntünü özündə əhatə eləyir ki, bu prinsipdə hazırlanan geyimlər yəni qüsursuz olaraq qüsursuz bir model olaraq özünü biruzə verir. Bir də kostyumda proporsiyanın rolu nədən ibarətdir? Ona nəzər yetirmək istəyirəm. Deməli, eyni modelin fərqli proporsiyalarla verilməsi nəzərdə tutulur. Məsələn, kostyumların forması, detalların düzgün proporsiyalarla hazırlanması geyimi daha estetik, daha cazibədar göstərir. Məsəl üçün, fiqurda qüsurları gizlətməyə, diqqətin üstündən çəkilməsində proporsiyanın rolu böyükdür. Yəni, oradakı rəqəmlərin oynatmaqla biz istənilən qüsuru, bədəndə olan qüsuru gizlədə bilirik. Ona görə bir kostyumun düzgün formalaşmasında proporsiya əsas əhəmiyyət kəşf edir. Və bugünkü dərsimiz haqqında demək olar ki, bu qədər müəllimlər. Ümid edirəm ki, nə qədər nağıl xarakterli olsa da sizlərə fikrimi çatdıra bildim. Çalışdım ki, əsas hissələrindən də olsa sizlərə məlumat verməyə, yəni əlimdən gələn qədər çatdıra bileyim. Ümid edirəm ki, hər biriniz üçün yəni əlverişli oldu. Diqqətinizə görə təşəkkür edirəm. İnşallah növbəti dərslərimizdə görüşənə qədər müəllimlər.